Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün Ay Həkimin qonağı Sabunçu rayonu təxirə salınmaz təcili tibbi yardım stansiyasının müdürü Doktor Soltan Səmədovdur və biz bugün həm əhalinin, həm təxirə salınmaz təcili tibbi yardım stansiyasının həkimlərinin razı və narazı olduğu məqamlardan danışacağıq. Necə edək ki, və həm biz əhali öz üzərimizə düşən funksiyaları doğru yerinə yetirək, öz səlahiyyətlərimizi bilək, öz məsuliyyətimizi bilək, həmçinin də həkimlərdən daha keyfiyyətli xidmət ala bilək. Çünki gəlin razılaşın ki, bəzən olur ki, pasiyentlər çox belə sadə, özlərinin həll edə biləcəyi bir situasiyada təcili tibbi yardıma müraciət edirlər və bu zaman digər təcili köməyə ehtiyacı olan xəstə bəzən bu səbəbdən köməksiz qala bilər. Buna görə mən düşünürəm ki, həm əhali diqqətli olmalıdır bu mövzuda, daha çox bilməlidir. İndi Soltan doktor bu haqda daha ətraflı məlumat verə bilər ki, nə edə bilərik ki, bu məsələyə daha gözəl bir yanaşma əldə edək ki, həm əhali razı qalsın, həmçinin də həkimlərin yükü azalsın. Xoş gəlmişsiniz. Çox sağ olun. Bilmirəm, necə giriş etdim. Bacardığım qədər çalışdım, dəşiş yansın, nə kebab. Soltan doktor, bugün biz keçən dəfəsində Emin doktorla danışmışdıq bu haqda. Sadəcə verilişin sonu idi. Mən dedim, növbəti verilişdə, növbəti qonağında bunu müzakirə edərik. Bəzən olur, xəstədə sadə bir, nə bilim, istilik tutma olur və yaxud özünün həll edə biləcəyi kiçik bir problem olur və yaxud təzyiqi fiziki yükdən sonra ölçür, yalançı yüksəklik kimi görür, təcili yardım çağırır, amma bu anda həyatı təhlükə yaşayan başqa bir xəstə köməksiz qala bilər. Siz təxirə salınmaz təcili tibbi yardım stansiyasının müdürüsünüz. Bu bölgü necə aparılır ki, hansı həkim, hansı briqada, hansı xəstənin üstünə gedəcək? Çox sağ olun dəvətə görə. Çox korrekt sualdır. Burada məsələ belədir. Təcili yardım çağırışlarının ötürülməsinin çağrı mərkəzi tərəfindən idarə olunur. Vətəndaşlar 103 xidmətinə müraciət edir və oradan da olanın çağırışlarına briqadalar göndərilir. Hal-hazırda bizim Respublika Təcili Təxirə salınmaz tibbi yardım mərkəzi olaraq Bakı üzrə ümumiyyətlə bütün bölmələrdə belədir, çağırışlar çeşidlənir. Yəni ki, sizin bayaq qeyd elədiyiniz kimi təcili çağırışlar ola bilir, təxirə salınmaz çağırışlar ola bilir. İnsanları hansısa mənada normal başa düşmək olar. Onların fikirləşdiyi, beyinə gəldiyi ilk stansiya təcili yardımdır. İstənilən halda telefonu götürüb, yüz-üzə zəng eləyib, həkim çağırmağa cəhd edirlər, amma burada bəzi məqamlar var, bayaq dediyim kimi. Vətəndaşların özlərinin də maariflənməsi lazımdır. Sizin bayaq qeyd elədiyiniz kimi, ola bilsin ki, elə bir çağırış var ki, ona ehtiyac yoxdur. O təxirə salınmazdır. Özləri tərəfindən mən onları xırdalayacağım, yerinə getirilə bilər. Amma bunu elə israrla və s. deyirlər ki, hətta gecikmələrdə müəyyən narazılıq, amma biz onları faktiki olaraq başa salırıq, yerində, hansı formada. Ona görə də çağrı mərkəzi olaraq çağırış qəbul edən vaxtı vətəndaşlardan rica edirəm, xahiş edirəm ki, çağırışın səbəbini, xəstənin yaşını, ünvanını dəqiq düzgün desinlər. Çünki bu çox vacibdir. Bəzən xəstə deyir, üzr istəyirəm, acı tonla, başqa şəkildə deyir ki, xəstənin vəziyyəti ağırdır, siz bizdən söz soruşursunuz və s. Bunu biz dəqiqləşdirməsək, bu detallı olmasa, biz onlara hansı şəkildə, birinci mi, ikincili mi, hansı briqadan göndərməsini deyə bilmərik. Ona görə çox xahiş eləyərdim ki, yəni biraz tolerant olsunlar. Yəni bu sualda tez, qısa, aydın, anlamlı şəkildə desinlər ki, biz də onlara kömək edə bilərik. Məncə də dalaşana qədər lazımi məlumatları verək. Bəli, artıq biz bunları bu cür söhbətlərə bu və digər şəkildə alışmışıq, amma yenə də bu belədir. Bunu yəni gözləmək lazımdır. Yenə deyirəm, biz mərkəz olaraq artıq təkcə özümüzdə deyil, ilk yardım, sonra gəlir ilk tibbi yardım bağlı xüsusi təlimçilərimiz var. Böyük
kollektivlərdə, Fövqəladə Hallar Nazirinin özündə, mən şəxsən neçə dəfə Su Tikinti İdarəsi, başqa iri şirkətlərdə və s. qruplar şəklində də bunları aşılayır, təlim eləyirik ki, yəni onlar da öz yerində, öz ailəsində, öz idarəsində və s. bu və digər şəkildə bunlara hardasa istiqamət veririk, maarifləndiririk. Ona görə də yenə bir daha deyirəm, cəmiyyətə, insanlara, tamaşaçılara xitabən deyirəm ki, yəni əgər xəstədə həqiqətən təcili yardıma ehtiyac varsa, orada indi mən xızıca çox səbəblər var da, qan axmalardır, travmalardır, yanıqlardır, döş qəfəsinə bağlı infarktı xatırladan müxtəlif səbəblər və s. Adicə bir hərarətin olması, biraz özünü pis hiss elədin və yaxud özünü həll edə bildiyi, ilk yardım göstərə bildiyi hallara çalışsınlar o qədər də təcili yardıma. Çünki bax, mən bir xırda bir statistika deyirəm. Bir həftə ərzində 15 minə yaxın çağırış daxil olur. Onların içində bir 10%-ə yaxın qospital qalır. Bizdə çağırışlar nəticə etibarindən çeşidlənəndə bizdə bir əsassız, nəticəsiz çağırışlar, deyilən çağırışlar var. Neçə faiz olur? Bu demək olar ki, 20-30%. İndi siz təsəvvür edin ki, bu qədər çağırışları biz o biri şəkildə yönəltsək, vacib olanlara, həm əhali razı qalacaq, həm insan həyatı tez qurtarılacaq və s. Yəni bunları deməkdə məqsədim ki, bunlar vətəndaşlar bunu nəzərə alsınlar. Və inandırım ki, sizi, hətta indi iş əsnasında müxtəlif, siz bayaq xırdaladınız, razı qalanlar da olur, razı qalanlar. Eləsi var ki, onları əlbəttə normaldır, təbiidir, insan faktoru var, insanlar işte, eləsi və izah eləyəndən sonra özü başa düşür, üzrxahlıq eləyir, eləsi və fərq eləməz. Onu nə qədər izah eləsən də, o narazıdır ki, narazıdır. Onu izah eləyəndə ki, bax, tutaq ki, sənin bir qardaşın buradadır, o birisi yaxın qohumunda sənin vəziyyətində də çox-çox ciddi bir hadisə var. Amma biz ona yetişməkdənsə sənin yanına gəlirik. Bu mənada biz zaman-zaman bunu sizin köməyinizə sağ olun, ümumiyyətlə bu maarifləndirici verilişlərin köməyi ilə insanları bu və digər şəkildə məlumatlandırırıq. Amma istər-istəməz bu xırda detallar özünü bir üzə verir. Ümumiyyətlə, maarifləndirmə işlərində, bilmirəm, mənim müşahidələrim göstərir ki, son vaxtlar təxirəsalınmaz təcili tibbi yardım xidməti kifayət qədər aktivdir. Nəzrin kanunu tez-tez görülür, bütün kanallarda, yəni müsahibələr verir, məlumatlar verir, hesabatlar verilir əhaliyə kifayət qədər ki, deyək ki, bayram günlərində müraciətlərin sayı nə qədər olub, həm xəbərlər, həm sosial mediadan bu xəbərləri görürük. Bu çox yaxşıdır. Sultan doktor, bir sual verim sizə. Məsələn, biz əvvəllər yadımdadır ki, biz uşaq olanda, bəlkə indi də var, belə bir serial tipli bir xarici kanallarda görürdü, 9-11-11. Sən gedirdilər. İndi xaricdə indi də o belə gedir. Bizdə biz 103 9-11 fövqəladə onlarda birləşib. Yəni bir təcili yardım. Misal üçün deyirdi ki, deyək ki, filan yerim zədələndi və təcili tibbi yardım gələnə qədər o operator o insanla danışırdı. İlkin olaraq nə etməlidir deyirdi ki, yanında nə var? Həm emosional azaldırdı, həm də müəyyən göstərişlər verdi. Bəli, həkim gələnə qədər də həm xəstə, həm yaxınları necəsə yardım edə bilirdi. Bizdə o rabitə sistemi o qədər hələ mövcud deyil. Bizdə yoxdur bu. Yəni o qədər xəttə qalıb, kimsə ona o şəkildə bizdə hal-hazırda o funksiya yoxdur. Erkən olarkən çağırışın əsnasında bu vəziyyət, amma yəni birbaşa rabitədə olub onu saxlayaq, o ki, siz dediyiniz seriallar kimi bizdə o şəkildə deyil. Olsa yaxşı olmazmı sizcə? Olar, amma o biraz çox həcmli bir məsələdir. Yəni siz təsəvvür edin ki, çağırışların qəbulu nə qədər zaman aparır. Siz demişkən bir dəqiqə, yarım dəqiqə gecikəndə böyük bir zad yaranır. İndi ona o xidməti təşkil eləmək üçün o qədər o potensial olmalıdır. Həm də ona hazır. Bizdə məsəl üçün çağırışın qəbulu 2 pilləli var, 1 pilləli var. Hal-hazırda bizdə dispetç xidməti 2 pilləlidir. Amma müəyyən yerlərdə 1 pilləlidir, qəbul eləyən kimi. Ümumiyyətlə mən sizə deyim ki, hal-hazırda təcil yardım çağırışlarının qəbulu, ötürülməsi üçün böyük bir strateji hazırlanır və inşallah yaxın gələcəkdə bu öz həyata keçəcək. Orada korrekti, çağırışı qəbul eləyən, elektron variantda çağırışı qəbul eləyən kimi onun harada yerləşməsi, lokalizasiyası, hətta orada artıq elə proqramlar hazırlanır ki, xəstənin şikayətinə uyğun olaraq həkimin əlinin altında onun diaqnozunu işıqlandırması, ona müvafiq səhifədə yardımın ardıcıllığı, yəni böyük planlar var və bunlar üzərində iş gedir. Hər şey ilk baxımdan bizə xəyal kimi görünsə də,
zamanla hər bir şey reallaşır. Və gələcəkdə bu proses təkmilləşəcək və biz bunun da şahid olacağıq. Siz dediyiniz məsələnin demək olar ki, oxşar bir şəkildədir. O da olacaq. Yəni onun üzərində də iş gedir ki, yəni konkret olaraq həm həkimə kömək olacaq, həm məsəl üçün bizdə lokal olaraq stansiyalar var. Stansiyalarında həkim heyətləri var, briqadalar var. Hər rayonda bir stansiyadırmı? Yoxsa bir neçə stansiya olan rayon? Məsələn, o əhalinin sayından asılı. Məsəl üçün bizdə Sabunçu təcili yardım stansiyasının 3 bölməsi var. 1 saylı, 2 saylı, 3 saylı bölmə. Bunlar da rayonun qəsəbələrini əhatə edir. Məsələn, 1 saylı bölmə Maşdağa, Nardaran, Bilgə, Kürdəxanın, Pirşağını əhatə edir. 2 saylı bölmə deməli Sabunçu, Zabrat, Ramana, Balaxana ərazisini, 3 saylı da Başxanov ərazisini. Və həm də mən bir şey qeyd edim ki, bizdə filiallar var. Və bu filial sistemini bir qədər də genişləndirik. Bu əraziyə daha yaxınlığı təmin etmiş, xəstəyə yardımın əlçatanlığını təmin etmiş olur. Məsələn, hal-hazırda bizdə Maşdağa 1 saylı bölmənin 4 filialı var. Sabunçuda 1 filial, Zabrat filialı var. Gələcəkdə bu yəni bunun məqsəd nədir ki, yəni əraziyə biraz yaxınlıq olsun, çağırışları ötürmə vaxtı bayaq mən dediyim kimi bu ərazi lokalizasiyası məsələsində biraz vaxtında tez olmağa şərait yaratsın. İndi özünüz bilirsiniz ki, tıxaclar var, çağırışların ötürülməsində bir stansiyaya gedib çatmaq üçün düzdür. Əvvəlki zamanla müqayisədə xeyli irəliləyiş var. Sürücülər də maarifləniblər. Bu da sizin, bizim işimizin sayəsində sosial şəbəkədə yayımlanan xüsusi roliklər var. Sürücü yol ver, təcili yardıma yol... Mən həmişə yol verirəm, amma mən heç düşməmişəm bu kadrlara. Təcili yardım yol ver. Müsbət nəticələr var, amma istər-istəməz insan faktoru var, ərazinin sıxımları var və bu baxımdan filialların olması bizə kömək eləmiş olur. Ona görə də yəni biz bir də bir məsələ, siz bayaq dedim ki, bunlarla əlaqədar olaraq bizdə mütəmadi olaraq həm öz heyətimiz üçün, onsuz da bizim heyətimiz tibbi heyətdir, təbii ki, hər zaman təkmilləşmək lazımdır, hər zaman təkrarlamaq lazımdır. Təlim bizim mərkəzimiz var, mərkəzimiz var. Bütün hamısı, amma biz bayaq dedim ki, bizim təlimçilərimizin köməyi ilə, təbii xətti ilə müxtəlif böyük təşkilatlarda da bu işlər aparılır, insanları maarifləndirmək üçün. Güman edirəm ki, cəmiyyətin birlikdə səyi nəticəsində, qarşılıqlı anlaşma şəklində, yardım şəklində bu və ya digər problemlər də zamanı ilə öz həllini tapacaq. Sultan doktor, müraciətlər necə olur? Misal üçün deyək ki, mənim böyük bir şirkətim var inşallah və orada mən istəyirəm ki, əməkdaşların təcili tibbi yardım haqqında təxirəsalınmaz təcili tibbi yardım məlumat olsun. Mənmi müraciət etməliyəm sizin quruma, yoxsa siz təklif edirsiniz? Yəni bu necə nizamlanır? Onun detalları mənə elə gəlir ki, bizim tərəfimizdə, yəni bu təbib xətti ilə həyata keçirir, bizim də təlimçilərimiz var bu işə. Bu dövlət qurumlarıdır. O müraciət eləsə, onların razılığı əsasında heç bir problem yoxdur. O zaman vaxt təyin edilir. Mən özüm yəni özəl şirkətlər də müraciət edə bilər. Mən özüm bu təlimlərdən mən də iştirak eləmişəm. Bizim potensialımız var, təlimçilərimiz var. Təbii ki, əlbəttə qarşılıqlı razılaşma və yaxud da yəni müraciət əsasında ola bilər. Biz özümüz düşüb şirkətlərə deyilimiz gəlinsə, yəni aydın məsələdir ki, şirkət müraciət etməlidir. Bu sayədə yəni bizim işimiz onsuz da amma isti baxırsınız yəni. Bəli, bizim bu yönümdə işimiz gedir. Onsuz da var. Yəni bu işə təhkim olmuş qurumlar var, təbibin onlar bu işdən məşğuldurlar və bu işlər gedir. Yəni əlbəttə davamlı şəkildə daha geniş formada eləmək mümkündür. Bir də bir məsələyə toxunmaq istəyirəm. Baxın, mən deyək ki, zəng elədim 103-ə. Və xanımla danışdım. Bu mərkəzləşdirilmişdi yəqin. Ünvanı deyəndən sonra o bağlayır mənim yaşadığım rayona, eləmi? Yoxsa necə baş verir? Yox. Və yaxud nə üçün verirəm bu sualı? Sualımı tamamlayım ki, ətraflı danışa biləsiniz. Və yaxud da mən danışdığım yerdə əlaqə kəsildi. Nə bilim, telefonumda kontrum qutardı. Mən yenidən zəng edəndə, yenidən əvvəldən mi deməliyəm hər şey? Yoxsa artıq mənim zəngim sistemə düşür, o bilir kimdir zəng eləyən? Yox, zəng əgər nömrə həmin nömrədə zəng düşməyinə düşür. Olur da bu və texniki səbəblərdən və s. Orada fiksi olunub. Hətta bizdə məsəl üçün elə qaydalar var ki, bir çağırışı biz nəzarətdə saxlayırıq. Ünvanı tapa bilməyəndə və s. Hələlik o silinmir avtomat. Yəni başqa dispetçer cavab verirsə də növbəti nömrəyə, sistemdə var artıq. Düşübsə sistem eynidir. Orada məsəl üçün siz dəfələrlə görmüsünüz ki, ekranda rənglər və s.
xromoqrafiya var, onların hər hissəsinin bir mənzərəni göstərir, edir, hansı aha. vəsə. Yox, o da problem deyil. Sadəcə olaraq bizdə mən bir məsələni də deyim. Əgər əsasən də bu kütləvi qəzalarla, kütləvi hadisələrlə, yanğınla, onda artıq ərazi prinsipi mütləq qaydada gözlənilmir. Tutaq ki, Sabunçu ərazisinin bir yerində böyük bir kütləvi bir hadisə baş verib, avtoqaza baş verib, miqyaslıdır, kütləvi haldısa, onda çağrı xidməti yanaşı olaraq hansı briqada boşdur, yəni azaddır, yaxındır, bir briqada yox, bir neçə briqadanı yönəldə bilir. Bu hadisələr dəfələr mən özüm şahid olmuşam, özüm iştirakçı olmuşam. Yəni bunlar idarə olunur. Yəni lokal olmayan, iri miqyaslı olan biz mütləq gözləyəcəyik ki, əgər bu Sabunçu ərazisindədir, burada Sabunçu mütləq getməlidir. Belə bir şey yoxdur. Bizdə hətta növbədə olarkən növbədən öncə bütün sistem nəzərdən keçirilir. Bu və digər səbəbdən hansı stansiyalarda çatışmamazlar və bunlar hamısı tənzimlənir, idarə olunur, briqadaların o biri stansiyalara təhkim olunması və s. bunlar hamısı tənzimlənir. Və təbii ki, ciddiliyi, miqyasına uyğun olaraq bu mən dediyim şəkildə bunlar da idarə olunur. Amma yəni ərazi prinsipi mümkündür. Həmin ərazidə həkimlər artıq var və qeyri-adi bir problem yaranmırsa öz işini görürlər. Amma bunlar hamısı çağrı mərkəzi tərəfindən tənzimlənir. Harada ehtiyac var, imkan varsa birinci növbədə onun həllinə çalışırıq. Bir də belə bir sual verim, doktor. Bilmirəm, bu sualları gözləyirsiniz yoxsa yox, amma Buyurun, əminəm ki, tamaşaçılara da maraqlıdır. Misal üçün, təcili tibbi yardım, çağırış var, filan ünvana gedir. Və o yolda gedəndə birdən onun yanında bir avtoqəza baş verir. O maşını saxlayıb, o avtoqəzaya yardım etməlidir, yoxsa onu gözləyən xəstənin yanına getməlidir? Bəli, bu məsələ dəfələrlə müzakirə olunub. Əgər onun getdiyi çağırış o qədər də və yaxud gözləyə bilər, biraz təxirə salınmazdır, məsafə baxımından mütləq qaydada o böyük həkimlərə, yəni çağrı mərkəzinə əlaqə saxlayır, situasiyanı izah eləyir. Əgər yəni öz başından sözü biraz, yəni ki, təbii ki də öz fəaliyyət olmamalıdır. Ondan sonra həmin böyük həkim və yaxud çağrı dispetçeri məsələnin mahiyyətini anlayandan sonra ona icazə verə bilər və o ağır xəstə ilə məşğul ola bilər. O biri çağırışı yönəldə bilər. Məsəl üçün bizdə belə bir məsələ var. Tutaq ki, çağırışı veriblər, biz gedirik, məsafə çoxdur. Filialların birində. Biz deyə bilmərik ki, qoy gözləsin, həkim çağırışdan çıxacaq, ona ötürəcək. Belə şeylər olmur. Mütləq hansısa briqada ötürülür. Amma bu briqada yola düşərkən artıq ona yaxın olan briqada çağırışdan azadsa, çağırış eləmirsə, mütləq edir. Dispetçer o çağırışı ona ötürür və sizin çağırışı ləğv eləyir və yaxud sizə daha vacib olan çağırışı verir. Yəni, bunlar idarə olunur. Və sizin dediyiniz məsələ də bu kontekstdən olan məsələdir. Bəli, əgər orada faciəvi bir hadisə varsa və sizin çağırdığınız orada mütləqdir, zamana ehtiyac yoxdur, təcili yardım təzədən ora gələnə qədər eləyə bilərsiniz. Amma bir şərtlə ki, operativ olaraq yuxarı instansiya, dispetçer xidmət, çağrı xidmət məlumatlandır və ona müvafiq də yardım göstərir. Təxirə salınmaz təcili tibbi yardım stansiyası digər hansı qurumlarla sıx işləyir və işləməlidir? Misal üçün, Daxili İşlər Nazirliyi olsun və s. Çünki indi bu məsələlərə toxunacaq, siz yenə də açın mövzunu. Burada tibbi baxımdan bağlı olan strukturlar var, bir də hüquqi mühafizə orqanlarından o məlumat baxımından. Tibbi baxımdan təbii ki, biz həm aşağı, yəni ki, ilk tibbi səhiyyən sayılan poliklinika şəbəkələrindən, həm də xəstəxanalarla əlaqəliyik. Aşağı, belə bir qədər ifadə, yəni ki, tibbi poliklinika şəraitində onlar ərazidəki olan xroniklər, xəstələri tanıyırlar, onlarla işləməlidirlər, xəstələri başa salırıq, biz də başa salırıq, onlar ünvanına öz sahə həkimlərinə müraciət edə bilərlər, planlı şəkildə gedə bilərlər və s. Amma bunlar bunu unudurlar və ancaq bir yol tanıyırlar, bir ünvan tanıyırlar, ancaq təcili yardıma lazım oldu, olmadı, adi haldı və s. Yəni bizim işlədiyimiz, əgər poliklinika, biz onsuz da hər gün poliklinika şəbəkəsinə təcili yardımla bağlı olan məlumatları veririk, hansı xəstələr məlumatlanmalıdır, yəni jurnallar var, xüsusi bu haqda məlumatlandırılır, hansı ünvanlarda xəstələr qalıb, yaxud gedməyib. Yəni bütün bu biz əlaqəli şəkildə bunu
bir yerdə işləyirik. Və təbii ki, bir-birimizə yəni bağlı olaraq vəhdət şəklində bu məsələni həll etməyə çalışırıq. Bir də bizim aparacağımız stansiya xəstəxanalar. Bu xəstəxanalarla işdə bizim təxliyə şöbəmiz, operativ şöbəmiz, çağrı mərkəzində onlarda bütün o kartalar, o xəritə var. Yəni ki, hansı xəstəxanalarda, hansı patologiyalar üzrə boş çarpayı yerləri var və s. və onlar məlumatlıdır və istiqaməti də o şəkildə verirlər. Bu xəstəxana mövzusuna qayıdacağıq ki, xəstələr... Bir də üzr istəyirəm, sizin dediyiniz o bir məsələ hüquq mühafizə orqanlarının təbii ki, hadisə yerində, hadisədən sonra müəyyən kriminal hadisələr var, bağlı qapılar var, qəfləti xəstəliklər var. Bunların hamısında biz təbii ki, daxili işlərlə əlaqədar polislə əlaqə saxlayırıq, onları məlumatlandırırıq və s. Hətta onlar da bizi bəzən çağırır. Yəni bu biz bir-birindən bir də yəni yerində olmayan, sonra da məlumat şəklində bütün ona aid olan məsələlər təbii ki, onlar məlumatlandırılır, qeyd olunur və s. Biz qayıdacağıq bu məsələyə, biraz açmaq istəyirəm çünki mövzunu. Sadəcə hal-hazırda reklamları izləməliyik. Reklamlara keçmədən öncə qeyd edim ki, verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium döyüş, nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə, həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində istifadə olunur. Kalsium döyüş, nikamet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. İstifadəsi rahatdır, çeynəmə tabletləri şəklindədir. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya Təhsil İdman həkimi Fərid Səlimovadır. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılardan artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edərək doktor Fərid Səlimovla əlaqə saxlaya bilərsiniz. Reklamlara baxaq, sonra davam edəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet. Kalsium D3 nikametlə istifadə edə bilərsiniz. Çünki onun tərkibində kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edən D vitamini var. Kalsium D3 nikamet böyüklərdə və uşaqlarda D3 vitamini və kalsium çatışmazlığının qarşısını alır və müalicə edir.
Ay Həkim davam edir dostlar. CBC Sporta baxırsınız. Studiyada doktor Tutu Zeynalovadır. Bugünkü qonağımız Sabunçu təxirə salınmaz təcili tibbi yardım stansiyasının dedim. Hamısını dedim, bütün teyləri dedim. Stansiyasının müdürü doktor Sultan Səmədovdur və biz bugün əhaliyə daha keyfiyyətli xidmət göstərmək üçün nələr etmək olar və hansı işlər görülür bu haqda danışırıq. Doktor, bir də bir məsələyə toxunmaq istəyirəm ki, siz qeyd etdiniz ki, həkimlərin əlində xəritə var ki, hansı xəstəxanada boş çarpayı var, bu patologiyaya bağlı və ora müraciət etmək istəyir. Burada xəstənin seçmək haqqı varmı ki, mən, misal üçün, mənim həkimim var, müalicə həkimi falan xəstəxanada çalışır, bu özəl də ola bilər, mən ora getmək istəyirəm. Bu məsələ necə tənzimlənir? Belə hallarla rastlaşırıq. Təbii ki, mən özüm də çağırışlarda zamanla çox iştirak eləmişəm, 28 il təcili yardımda az təcrübə deyil. İşləmişəm. Belə hallar mümkündür. Amma kütləvi hal almamalıdır. Çünki bunu təsdiqləmək üçün onun istədiyi həkimlə, işlədiyi xəstəxananın əlaqə saxlanmalıdır. Bəzən onun istədiyi kimi deyil. Xəstəxana qəbul etməyə bilər. Xəstəxana yer olmaya bilər, qəbul etməyə bilər, zaman və s. Yəni, mümkündür. Əgər bizdə bilirsiniz ki, dövlət və özəl artıq indi bu elə inteqrasiya edib ki, demək olar ki, özəl xəstəxanalarda getmək, qəbul olmaq normal bir haldır, qeyri-adi burada heç bir şey yoxdur. Yəni, bunlar tənzimlənir, çağırım mərkəzinin imkanları onun bildiyi hospital yeri, təxliyə yerlərinə uyğun. Amma istisna hal olaraq, belə hal mümkündürsə və çağırım mərkəzindən böyük həkimləri məlumatlandırırlarsa, bunu operativ həll edə bilərlərsə mümkündür. Yəni, qeyri-adi burada bir şey yoxdur. Amma yenə deyirəm, əsassız oldu, vaxt istisindən, belə şeylər olmamalıdır. Dəqiq olmalıdır. Təcili yardım təbibin, belə deyək, təbibin tərkibindədir. Bəli, Təbibə tabesiz, eləmi? Düz bilmirəm. Deməli, təxirə salınmaz təcili tibbi yardım xidməti. Burada üzr istəyirəm, Səhiyyə Naziri ilə bizimdir, təbib də bizimdir. Bunlar qeyri-adi burada ümumi səhiyyəmizdir. Amma fakt olaraq, rəsmi olaraq siz dediyiniz kimi, bəli. Çünki maşınların üzərində də təbib tabeliyindəsiniz. Bunu bilmək istəyirdim. Həkimlərin, belə deyək, xüsusi briqadalar var bildiyim qədərilə və hansı həkimin, hansı ünvana, hansı patologiyaya uyğun getməlidir. Bunu da dispetçer yəqin danışanda call centerdə qərar verir. Bilirsiniz, bu əvvəllər, bunun müsbət və mənfi tərəfləri var. Bu necə seçilir, necə tənzimlənir? Əvvəllər, məsəl üçün, anesteziya reanimoloji briqada, həm də kardioloji briqada deməkdir. Bugün təcili yardımda iş elə qurulub ki, 10 il bundan qabaqki vəziyyət deyil. İş elə qurulub ki, demək olar ki, istənilən təcili yardım həkimi o səviyyədə bilgiyə malikdir, yəni elektrokardioqramın çəkilməsi, oxunması və s. Amma nadir hallarda böyük bir ehtiyac yaranarsa, səyyar briqadalar anesteziya briqada çağıra bilər. Amma yəni ki, yenə deyirəm, əsas yük bizim bütün həkimlərin üstünədir və onlar bunun ötəsindən gəlirlər. Pediatrik briqadalar var. Yəni, onlar bütün çağırışlara gedə bilər. Amma əgər görünürsə, həmin o pediatrik briqada azaddırsa, pediatrik çağırışdırsa, ona ötürmək mümkündür. Bu nəzərə alınır. Amma demək olar ki, yenə deyirəm, çox çeşidli, bir də psixiatrik xəstələrlə bağlı psixi briqadalar var. Onlar ayrıca olaraq təsdiqlənmiş formada o şəkildə qəbul olunan çağırışlara yönəldilir. Amma ümumən bütün çağırışlar bizim həkimlər tərəfindən ardıcıl olaraq yerinə yetirilir. Yəni, ayrı bir briqadalarına çox sayı cəhətdən də azdır və çox yükləmək, zaman itirmək də məqbul sayılmır. Ona görə də bu məsələni, yəni bütün həkim kollektivinin o səviyyədə bilgilərə malik olması məqsədindən bizim simulyasiya mərkəzimizdə demək olar ki, təlimlər, treninqlər dayanmadan davam edir. Məsəl üçün, bugün bəlkə də şəbəkələrdə izləmirsiniz, bizim EKG treninqi, təlimi keçmişlərə sertifikatlar verildi rəhbərlik tərəfindən. Yəni, bu mütəmadi olaraq davam edir. Bütün mövzuları əhatə edir. Eyni zamanda dediyim kimi, bu birinci təcili yardımın əlində olan resurslar var. Resurslar çox ola bilər, təzələnə bilər. Ondan işləyə bilmək qabiliyyəti, həkimlərdə istifadə etmə qabiliyyəti yüksəkdirsə, deməli, o yetərlidir. Ona görə hər iki istiqamət teşkidir. Özünüz müşahidə edirsiniz, şahid olursunuz.
təcili yardım avtomobillərinin sayının artması, müasirləşməsi, modernləşməsi, təchizatı və bununla yanaşı olaraq bizim həkim kollektivinin, tibb işçilərinin də səviyyəsi ona uyğun daim yenilənir, istiqamətdən. Bu baxımdan biz təcili yardım stansiyası olaraq, bu işlər paralel olaraq aparılır. Həm təchizat, həm də o bilgilər səviyyəsi, tibbi, bir də bayaq da qeyd elədim. Məsəl üçün, xüsusi mövzular rəngarəngdir. Məsəl üçün, var təməl həyat dəstəyi, buna dilə BLS deyilir. Bir də var təkmil həyat dəstəyi. O BLS elə bir təlimdir ki, onu biz başqalarına da keçə bilir, özlərindən başqa, yəni ilk yardım necə olmalıdır və s. Əhatə eləyir, bayaq dediyim kimi təlimçilər təmizliyi əhatə eləyir, başqa qurumları da, kütləvi kollektivləri və s. əhatə edə bilir. Amma özümüzə aid xüsusi nüanslar, ayrı-ayrı mövzular və s. böyük bir komanda çalışır və mütəmadi olaraq da elə bir hal olur ki, yəni bir həkim belə o prosesdən kənarda qala bilmir. Növbəli şəkildə və bu proses daimi, biz də çalışırıq ki, əhaliyə keyfiyyətli tibbi xidmət göstərək, lazımınca vaxtında, bizim üzərimizə nə düşürsə, biz maksimum ona çalışırıq. Təbii ki, xırda məqamlar var, bunlar iş əsnasında mümkündür, amma kollektiv olaraq biz çalışırıq ki, məsələlər normal istiqamətdir. Əslində təxirəsalınmaz təcili tibbi yardımın həkimləri çox səbirli həkimlərdir. Bu mövzuda çox anlayışla, səbirlə qarşılayırlar ki, başa düşürlər ki, xəstənin yaxınıdır, o anda panikada reaksiya verilməsi normaldır və s. Bir məsələ də var. Əhalini bildik, hər zaman narazı olmağa bir səbəbimiz olur. Mənim də narazı olduğum vaxt olub, çünki mən elə gəlib ki, gecikir avtomobil. Çünki mövzu ailə üzvümüz olanda, övladımız olanda, valideynimiz olanda, həkim olsaq belə biz özümüzü idarə etməyə bilərik. Biz əhalinin bildik, şikayət etmək hüququ da var, irad bildirmək hüququ da var. Bəs həkimlərin hüquqları necə qorunur? Həkimin pasiyentdən şikayət etmə hüququ varmı? Və yaxud bir dəfə gedəndə problemlə qarşılaşdığı bir ünvana yenidən getməyə bilərmi? Belə bir ixtiyarı, belə bir haqqı varmı? O həkimlərin haqqını kim qoruyur? Təbii, normal sualdır. Çünki bizim necə deyirlər, yaralı yerimizdir. Həkimlərin tolerantlığı, hövsələsi nə qədər çox olsa da biz də insanıq və s. Təbii ki, rastlaşırıq belə xoşa gəlməz hallarla. Bütün insanlar kimi bizim də hüquqlarımız var. Bəzən çox vaxt, açığı deyim ki, həkimlərimiz göz yumur. Başa hesab edirlər ki, insan faktoru var, xəstəsi var, özünü idarə edə bilməyən, lazımsız yerə həddindən artıq abartmırlar. Amma bəzən əndazədən çıxandan sonra, proses həkimin günahı olmadan və s. təbii ki, bizim də hüququmuz var. Yəni, həkimin də mənəvi, fiziki hətta şiddət gördüyü anlar da olub. Biz də müvafiq olaraq instansiyalara müraciət eləmək hüququmuz var və əksər hallarda, yəni yenə deyirəm, həddindən artıq problemli olanda biz də müraciət edə bilərik. Ona görə də mən təbii ki, bizi izləyəcəklər, mən də insanlara xitabən deyirəm ki, biz həkimlər sizin köməkçilərinizik. Biz də istəyirik ki, sizin probleminizi zamanda elə məsələlər var, bir-birimizə hörmətlə yanaşmalıyıq. Yəni, o sərhədi keçməməliyik. Həkimə zor işlətmək, fiziki güc işlətmək və yaxud təhqir eləmək. Üzr istəyirəm, bizim kollektivin əksər üzvləri xanımlardır, xoşa gəlməz ifadələr. Yəni, biz Azərbaycan xalqıyıq. Haradasa mentalitetimiz var. Bu məsələlərə birlikdə düzgün yanaşsaq, hər şeydə normal olacaq inşallah. Yəni, sizin dediyiniz kimi, belə hallar istisna deyil, belə hallar var. İstərdim ki, olmasın. Təbii ki, bizə də öz hüquqlarımızdan istifadə etmə hüququ verilib. Belə bir şey olsa, biz də məcburən bunu etməli olur. Yəni, ən stresli iş də əslində təxirəsalınmaz təcili tibbi yardım həkimlərinin işidir. Həm stres içində olursa, həm ən belə ilkin yardım, və ən tez unudulan da siz olursunuz. Gəlin, etiraf edək ki, ən tez unudulan da siz olursunuz. Mən öz praktikamdan deyim ki, çox saylı xəstələrin təxirə eləmişəm, əsasən də ağır dəm qazından zəhərlənmələr və s. Siz demişkən, yox, bu bizim qəbulumuz, nəticə yaxşı olur. Xəstəyə nə lazımdır siz demişkən? Birinci, öndə gedən əskər bizi, hər şey olunur. Xəstəxana gedəndən sonra həkim artıq unudulur. Amma bu həmişə də belə olmur. Sağ olsunlar ki, elə insanlar var, bunu dəyərləndirirlər. Hətta sonradan da
başım qarışıq idi, doktor, çox sağ olun. Mesela mən bir ərazidə 25 il işləmişəm, demək olar ki, rayon hamısı məni tanıyıb. İndi bizim stansiyalarda o cür illərlə işləyən həkimlərimiz var. Biz bunları hansısa formada normal qəbul edirik. Sağ ol desələr, sağ olsunlar. Amma tək ki, əks problemlər olmasın. Bizim məqsədimiz onların sağlamlığıdır. Təbii ki, sağ ol deməsələr. Amma biz də qürur hissi keçirə bilərik, bizə də o stimul verə bilər. Görəndə ki, işin nəticəsini dəyərləndirdilər, çox sağ ol dedilər. Təbii ki, həkim də həvəsləndir və s. Amma yenə də bu məsələnin ikinci planıdır. Amma hər bir həkim istəyir ki, pasiyenti ondan razı qalsın. Hər bir həkim istəyir ki, xəstəsi sağalsın. Düzdür, bizə belə bir qeyri-adi bacarıq verilməyib. Bizdə ömrü verən Allahdır, amma biz də bizə verilən o ki, biz seçilmişik ki, vəsilə olaq sizin sağalmağınız üçün. Biz də istəyirik ki, bu işi layiqincə görək, ən yüksək səviyyədə görək. Bəzən xəstə soruşur ki, bu mənə ziyan eləməz. Deyirəm, arkadaş, mən sənə niyə ziyan verim? Nə pisliyin dəyib mənə və yaxud mən niyə istəyim ki, sənə ziyan verim? O qədər biraz belə güvənsizlik var ki, həkimlərlə əhalinin arasında. Mən istəyərəm ki, ilk növbədə biz bu məsələni aşaq, həkimimizə güvənək. Ya güvənmədiyiniz insanın yanına getməyin, amma güvənib getmişsinizsə, əmin olun ki, o insan sizi sağaltmaq istəyir və bunun üçün əlindən gələni edəcək. Elə deyilmi? Burada o qədər incəliklər var, təbii ki. Ərazi baxımından bir həkimi, ailə həkimi kimi, biz poliklinik həkimi deyilik. Biz müalicə ilə məşğul olmuruq. Nə mənada müalicə? Yəni biz xəstəyə yerindəcə yardım göstərib onu təxliyə edirik. Yəni planlı xəstələr bu təcili yardıma aid deyil. Amma insanlar bir-birini uzun illər tanıyır və s. münasibət. Bizi də yenə deyirəm, əsas məqsəd odur ki, anındaca düzgün yardım eləmək, ehtiyac varsa maarifləndirmək. Mən çox üzr istəyirəm. Çox qədim zamanlarda, yəni 30 il bundan qabaq insan təcili yardım bu səviyyədə deyildi, yanaşmalar bu səviyyədə deyildi. Hətta belə bir söz də işlədirdilər ki, bir şey ilə sabah həkim aparacaq. Və sənin yanına gələn o işləri bəlkə də apardığın həkimdən də qat-qat çox bilən həkim var. Və bugün həqiqətən elədir. Təcili yardım həkiminin bacarıq sferası o qədər genişdir ki, mən üçün dar ixtisaslı sahibi deyil. O elə şeyləri görüb, elə hallarla rastlaşıb ki, o poliklinikada və xəstəxanada işləyən həkim, mən həkimləri çeşidləmək fikrində deyiləm, amma bu reallıqdır. Yəni onların həyat təcrübəsi. Hə, bütün sahələrdən xəbəri var. Demək olar ki, hamısını müəyyən bilir və ilk yetişən həkim də təcili yardım həkimidir. Düzgün istiqamət aparan da təcili yardım. Yəni bu mənada bizim də öz yerimiz var. Və istərdim ki, insanlar bu yeri dəyərləndirsinlər. Və biz də təbii ki, özümüzə qarşı bütün münasibət, xoş münasibət gördükcə işimizi daha ciddi yanaşmağa və daha da inkişaf etdirməyə bizi sövq eləyə bilərlər. Təşəkkür edirəm sizə, gəldiniz, vaxtınızı ayırdınız, əhalini maarifləndirdiniz, səmimi söhbət etdik. Mən hər zaman açığam, hazıram, ay həkimi olaraq təxirə salınmaz təcili tibbi yardım xidmətini işıqlandırmağa, sizin işinizi, sizin həkimlərinizi, qəhrəmanlarımızı tanıtmağa. Nəzrin xanıma da hər zaman demişəm ki, ən az ayda 2 dəfə gəlsin həkimləriniz, məlumat versin. Çünki nə qədər çox bilsək, bu veriliş vasitəsilə 5 nəfərə də çata bilsək, 10 nəfər də nəsə bir yeni bir məlumat əldə edə bilsə, növbəti çağırışda daha diqqətli olsa, bu məncə bizim uğurumuzdur. Ən azından buna görə burada 40 dəqiqə söhbət etməyə dəyərdir. Təşəkkür edirəm sizə və nəzərinizə çatdırım ki, əziz tamaşaçılar, Ay Həkimin bugünkü qonağı Sabunçu rayonu təxirə salınmaz təcili tibbi yardım stansiyasının müdürü Dr. Soltan Səmədov idi və bizim bugünkü maraqlı həmsöhbətimiz oldu. Son təşəkkürüm verilişimizin baş sponsoru Ştada şirkətinədir. Günə 3 fincandan artıq kofe içirsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, vegansızsa, hamiləlik, laktasiya dövründəsinizsə, kalsium ehtiyacınız artmış ola bilər. Buna görə də kalsium D3 Nikamet, portağal və limon dadlı çeynəmə tabletləri seçiminiz ola bilər təyinata uyğun olaraq. 25 ildən artıq mövcud preparatdır, sınanmış preparatdır və rahatlıqla istifadə edə bilərsiniz. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimovadır. Müasir fizioterapevtik yanaşmalı sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. Bunun üçün zəng edirsiniz 055 318 83 94 nömrəsinə və Fərid doktorun qəbuluna yazılırsınız. Və salam, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik.